Salam. Hər vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodistim və yaşam koçu. Bilirsiniz, bugünkü mövzu nədir? İnsan hər zaman həyatında bir şəxs olmasını istəyir. Gəlin bəlkə bunu fondan söhbət edək. O ki, həmin şəxs ki, İngilislərdə belə bir söz var ki, the moon shows you. O həmin adam sənə ayı göstərir. Bu bilirsiz nə deməkdir? Düşünün, bir alaqaranlıq havada gedirsiniz. Göydə ay elə bir formadadır ki, sevdiyin insan sənə əlin uzadaraq ayı göstərir və o anda kiçik bir duyğusal hissin yerinə heç nə vermir. Bəzən bir baxışma, bəzən susursan, içindən susursan, amma gözlərin danışır. O şəxs bəlkə də gecə tezi hər kəsin qarşısına çıxır. Zaman yox. Bəzən ruhların qovuşması. Bəzən yanlış insanla yollar ayrılanda anidən çıxan həmin şəxs. Hər şey təbii ki, qəlbin aynasında. Və son olaraq da heç zaman neysə bir şey hiss etdiyiniz zaman gizlətməyin. Onsuz ağzınız sussa da gözləriniz susmayacaq. Axışına buraxmayın. Daim olaraq o şeyi çıxart da ağzından. Niyə saxlamısan? Öləcəksən, bircə kəlmədə alınacaq, alınmayacaq. Amma hissləri gizlətməyin.